Kumeyl Əleyhisselamdan bir yerdən. Biri də oturub gözəl səsindən, avazla Quran oxuyur. Elə gözəl oxuyur, özü də haldadır, qəşəng oxuyur, hallı Quran oxuyur. Kumeyl ayaq saxlayır, məsələn, baxır, bəh. Məsələn, bir iki dənə də bəlkə deyir, Allah, ona dəstək üçün. Dayanır, tamaşa edir ona. Həzrət Əleyhisselam tam etinasız deyir, gəl gedək. Özü sonra danışır ki, ürəyimdə sual yarandı Həzrət Əliyə qarşı. Sual ki, bu necə bir şeydir ki, bu cür gözəl qarinin yanından digər gedək, yanma etinasızcasına deyir. İllər keçdi, bir Siffin döyüş oldu. Döyüşdən sonra düşmən cənazələrinin arasında gəzirdi. Birinin cənazəsinin yanından keçəndə Kumeyl deyir, Həzrət Əli mənə dedi ki, Kumeyl bunu görürsən, dedim, hə, deyir, o gecə Quran oxuyan. Həmin o gecə gözəl avazla indi qılınc çəkdi, mənə qarşı vuruşdu və bu onun cənazəsidir. Yəni öz dilimizcə deyək, bir oxşar bir söz deyən dedi, səni tanımayana lənət ya verək. Bizdə cəmaatda belə söz var, səni tanımayana lənət. Müsbət mənada, yəni o mənadadır ki, doğrudan da sən başqa bir aləmsən, başqa bir insansan.